Quranda adı çəkilən xurma meyvəsi. Onun möcüzəvi faydaları haqqında bugünə kimi çox video hazırlamışıq. Bəli, xurma faydalı qidadır, amma qədərində yeyildikdə. Bugün sizə xurmanın zərərləri haqqında danışacağam. Onun faydasından yararlanmaq üçün nə qədər yeməliyik? Videomuzu sona kimi baxsanız bunu biləcəksiniz. Dəyərli izləyicilərim, bu kimi videolarımızın davamını görmək istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı sizdən xahiş edirəm. Xurma orqanizmdə nələr edir? Xurma qədim zamanlardan qidalanmanın bir hissəsi sayılıb. Uzun müddət Yaxın Şərq əhalisinin və Şimali Afrika əhalisinin qidasının əsasını məhz xurma təşkil edib. Onlar bu qənaətdə olublar ki, xurmanın tərkibində insan orqanizminə lazımlı bütün maddələr var. Bibliya və Quranda haqqında danışıldığı üçün xurma bəzi inanclara görə də müqəddəs meyvə sayılır. Xurmanın faydaları. Meyvənin faydalılıq dərəcəsi zəngin kimyəvi tərkibinə əsaslanır. Onun tərkibində bunlar var: A, C, K, B qrupu vitaminləri, dəmir, maqnezium, kalsium, sink, fosfor, 23 növ amin turşuları, protein, qida lifləri, zülal və yağlar. Xurmanın qida dəyəri 100 qramda 275 kaloridir. Xurma qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır, karbohidratların mənimsənilməsini və emalını asanlaşdırır. Tərkibindəki minerallar sayəsində orqanizmin sutkalı kükürt, maqnezium, mis ehtiyacını ödəyir. Yetər ki, sutka ərzində cəmi 10 xurma yeyəsiz. Qida lifləri və pektin bir çox onkoloji xəstəliklərə tutulma riskini aşağı salır, həzm sisteminin işini dəstəkləyir, selüloza qidaların həzm olunmasını stimullaşdırır, qəbizliyi aradan qaldırır. Xurmadakı antioksidanlar sərbəst radikalların orqanizmdəki fəaliyyətinin qarşısını alır. Karotenoidlər ürəyin işini normallaşdırır. Gözlərdə yaranacaq hər hansı bir problemin önünə keçir. Xurma iltihabi prosesin irəliləməsinə mane olur. Diabetin və Alzheimerin kəskinləşməsinə imkan vermir. Tərkibində yüksək miqdarda karbohidrat olmağına baxmayaraq, meyvə bol kalorili sayılmır. Pəhriz proqramlarında şirniyyatların xurma ilə əvəzlənməsinin səbəbi isə budur. Qədim insanlar inanırdılar ki, xurma həyat enerjisi verir, gücü artırır, gümrahlıq verir, orqanizmin xəstəliklərlə mübarizə aparmasına kömək edir, aclıq hissini gecikdirir. Soyuqdəmə və hər hansı bir mövsümi xəstəliklərdən sonraki günlərdə xurma yemək orqanizmin özünü bərpasını sürətləndirir. Doyurucu olan meyvə orqanizmi bir çox komponentlərlə təmin edir, aclığı sürətlə yox eləyir. Gərgin iş prosesində uzun yol gedərkən yeyilən xurma orqanizmə yenidən güc qazandırır, beynin fəaliyyətini yaxşılaşdırır. Meyvənin tərkibində bol miqdarda maqnezium və kalium var. Bəs buna görə də ürək-damar sistemində problem olanlara xurma yemək tövsiyə edilir. Gəlin xurmanın faydaları haqqında qısa bir özət keçək. İmmuniteti möhkəmləndirir, orqanizmin özünü qoruma gücünü artırır, arterial təzyiqi normaya salır, ürək-damar sisteminin fəaliyyətinə dəstək olur, qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır, həzm sisteminin işini normallaşdırır, mədə yanmasını aradan qaldırır, sümükləri, dişləri və dırnaqları möhkəmləndirir, iç qabiliyyətini, dözümlülüyü artırır, enerji verir, infarkt və insult riskini aşağı salır, zehni qabiliyyəti yüksəldir, görməni isə yaxşılaşdırır, göz yorğunluğunu aradan qaldırır, antibakteriyal kimi çıxış eləyir. Müxtəlif xəstəliklər zamanı xurmanın qəbul edilməsi. Hər tərəfli faydalı olan xurma xalq təbabətində geniş istifadə olunur. Hipertoniya zamanı, əgər qanda şəkərin səviyyəsi normaldırsa, hər gün səhər yeməkdən 30 dəqiqə qabaq 50-100 qram xurma yemək məsləhətdir. Müalicə kursu 3 həftədir. Sonra 10 gün fasilə verin, ardınca kursu təkrarlayın. Qəbizlik zamanı 5 xurma qurusunu yuyun, yarım litr distilə edilmiş suya əlavə edin, va modda kompot kimi qaynadın. Məhlulu soyudun, hər gün səhər ac qarnına 1 stəkan için. Zövqə görə məhlula yulaf əzməsi qataraq 25-30 dəqiqə gözləmək, səhər yeməyi əvəzinə də yemək olar. Quru öskürək və sinədə xışıltı zamanı 10 xurmanı yuyun, yarım litr distilə edilmiş suya əlavə edin, va modda 1 saata qədər qaynadın. Məhlulu isti halda qəbul etmək lazımdır. Miqren zamanı. Miqrenin ən asan müalicə üsulu boyunu və kürəyi masaj etməkdir. Hər gün yaşıl çin çayı içmək, 50-100 qram xurma yemək də miqren ağrılarından yaxa qurtarmağın əlçatan üsullarındandır.
Mədə problemləri zamanı 1 stəkan distillə edilmiş suya 5 ədəd yuyulmuş xurma əlavə edin. Vamoto 15 dəqiqə qaynadın. Soyana yaxın meyvənin çiğlərini və qabığını çıxarın. Məhlula bir çimdik şəkər tozu qatın. Alınan qarışımı 1 stəkan bişmiş düyünün üzərinə əlavə edin və desert əvəzinə yeyin. Gündə bir dəfə qəbul edilən xurmalı düyü mədə narahatlıqlarına son verməklə yanaşı, baş ağrılarını da yox eləyəcək. Aritmiya və ürək xəstəlikləri zamanı ürək döyüntünüz çoxdursa, yaxud sinənizdə qəribə, narahat verici ağrılar hiss edirsinizsə, xurma burada da sizin köməyinizə çatır. 2 xurmanı 2 çay qaşığı bala qatın və yeyin. Bunu hər gün eləyin. Qarında köp zamanı xurmanı üyüdün. 2:1 nisbətində toz halındakı qara ziri ilə qarışdırın. Bu qarışım qaz əmələ gəlmə prosesinin qarşısını almaqda mahirdir. Problem aradan qalxana kimi gündə bir dəfə bu qarışımdan qəbul etməyiniz yaxşı olar. Bağırsaqların yaxşı işləməsi üçün 5 xurmanı yuyun, xırdalayın, 1 çay qaşığı əridilmiş kərə yağı, 2 çimdik qara istiotla qarışdırın. Qarışımı səhər tezdən, ən yaxşısı saat 15:30-dan 16:30-a kimi vaxt aralığında qəbul edin. Çünki qarışımın qəbulundan sonraki 2 saat ərzində yemək yemək və ya hansısa bir maye içmək qadağandır. Qarışım bağırsağın işini stimullaşdıracaq, onun mənimsəmək qabiliyyətini artıracaq, çölə çıxmağı rahatladacaq. Hər gün bir xurma yesəniz nə baş verər? Hər gün bir xurma yemək insan orqanizminin bütün nahiyələrinə, orqanlarına faydalıdır. 1. Həzmi asanlaşdırır. Xurmada qida lifi var. Bu lif həzm sisteminin işi üçün olduqca vacibdir. Xurmanın qəbulu qəbizliyin əmələ gəlməsinə mane olur. Bağırsaqların təmizlənməsinə xidmət edir. 2. Sümükləri möhkəmləndirir. Tərkibindəki faydalı minerallar sayəsində xurma sümüklərə faydalıdır. O sümük çatı və digər bu kimi problemlərin meydana çıxmasına imkan vermir. Problem varsa sürətlə həll eləyir. 3. Stresi azaldır. B6 vitamini sayəsində orqanizm sürətlə noradrenalin və serotonin hormonları ifraz etməyə başlayır. Onlar da öz növbəsində baş beynin sağlamlığının keşiyində dayanırlar. Gündəlik xurma qəbulu streslə mübarizədə insana çox kömək eləyir. Depressiya düşməyə qoymur. 4. Enerji verir. Zəngin tərkibə malik xurma insana enerji verir. Belə ki, fiziki gərginlikdən və xəstəlikdən sonra xurma yeməklə insan qısa müddətdə gümrahlığını geri qaytarır. Allergiyanın dərəcəsini azaldır. Mövsümi allergiyalar bir çox insanın həyat keyfiyyətini aşağı salır. Hər gün 3 xurma yemək bu cür allergik reaksiyaların intensivləşməsini azaldır. 6. Ürək-damar sistemi xəstəliklərin riskini azaldır. Bu barədə də bayaq videomuzda məlumat vermişəm. Sonda isə xurmanın zərərləri və əks təsirləri haqqında məlumat verəcəm. Praktiki olaraq xurmanın heç bir zərəri yoxdur. Amma bununla belə bəzi hallarda onun qəbulunu dayandırmaq məsləhətdir. Şəkərli diabet, mədə-bağırsaq traktının kəskin xəstəlikləri, dişdə kariyesa meyillilik, artıq çəki və individual həssaslıq. Əgər bu kimi hallar sizdə də varsa, xurma yeməmişdən qabaq həkimlə məsləhətləşsəniz yaxşı olar. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərim, bugünlükdə bizdən bu qədər. Bu kimi videoların davamı üçün videomuzu bəyənməyi, paylaşmağı və Bir Bax YouTube kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin Facebook və TikTok hesablarımızdan da izləyə bilərsiniz. Bir Bax yazıb axtarış verməyiniz kifayətdir. Növbəti videolarımızda görüşənədək. Hələlik.